İxtilaf olduğu zaman ixtilafı bir yere yığın. Və sonra bunu çözməyə kimi görürsünüzsə əhldir, onu çağırın ora və çözdürün. Sahabələr belə olublar. Sahabələr necə olublar? Belə olublar. Sahabələrdən biri bilirsiniz, Bilal radiyallahu anh deyir, qarasan sən, qara. Rənginə lağ eləyir, deyir, sən qarasan. Bilal radiyallahu anh qırılır. Deyir ki, mən gedib bunu Peyğəmbərə deyəcəm vallahi. Demir ki, gedib Əbu Bakrə deyəcəm, Umara deyəcəm. Çünki zamanında kim onu çözməyə qadir idi, onun yanına gedir sahabələr. Məsələn, sənlə mənim aramda problem olsun. Mən özümü ağa çıxartmaq üçün gəlin buna danışım, ona danışım, o qardaşı danışım, ona danışım. Sən get ona danış, ona danış. Bu da partiya əmələ gəlir. Bu da dəstə əmələ gəlir. Belə olmaz. Siz toplanırsınız bir araya, güvəndiyiniz bir insanı çağırırsınız. Hansı ki onun elminə, əqidəsinə, mənhəcinə inanırsınız. O insanın sizə verdiyi şərhə təslim olursunuz, qazı getdir. Şəriətdə olan qayda budur. Bilal radiyallahu anh deyir ki, vallahi gedib Peyğəmbərə deyəcəm sən bana dediyimi. Gedir, görür ki, namaz vaxtıdır. O sahabə də, deyəsən, dəqiq bilmən, Əbu Zər olur, deyəsən, Əbu Zər radiyallahu anh. Nə görür? Baxın, sahabələr dəhşət olub, qardaşlar, vallahi dəhşət olublar. Gedib, bu da bilir ki, Peyğəmbərə gedib deyəcək. Bu da bilir ki, Peyğəmbərə gedib, get qolundan tutub deyə bilərdi ki, üzr istəyirəm, qardaş. Bir də mən bu şeyi eləməyəcəm. Nədir, bu məsələni bitirək, qardaş olaq, qutarsın, getsin. Çünki insanlar məhdud ömürləri, bugün varsan, sabah yoxsan. Və qiyamət günün əlamətlərindəndir ki, qiyamət gününə yaxın gözlənilmədən ölümlər çox olacaq. 5 dəqiqə sənin yanında oturur, birazdan eşidə filan öldü, filan öldü, filan öldü. Zaten bunu yaşayırıq hal-hazırda. Ölüm qabağımızdadır, qardaşlar. Biraz insan gərək uzun baxsın, ölüm qabağımızdadır. Ölümü gözə almış insan, Allahın qabağında hesaba duracağını düşünən insan. Nəyə görə bu məsələlərə, bu kini, kifri, bu həsədi paxılı qəlbində daşımalıdır? Baxın, Əbu Zər radiyallahu anh gedib ondan 5 dəqiqə üzr istəyib məsələni bitirə bilər. Amma baxın, sahabənin əxlaqı nə qədər önəmlidir. Gözləyir, deyir, qoy namaz qılınsın, mən özümü başqa cür sındıracam. Cəmaatın içinə girir, namaz vaxtı millət olur. Və namazdan insanlar çıxan vaxtı gedir, məscidin qabağına uzanır yerə. Bilalı çağırır, deyir ki, sən o qara ayağını mənim sifətimə basmadıqca, vallahi ölənə kimi qalıqmayacam. Millətin qabağında özünü üzə çıxardır, sındırır özünü. Bilal radiyallahu anh deyir, mən bacarmazam bunu. Mən bacarmazam ki, ayağımı sənin sifətinə qoyum. Peyğəmbər sallallahu deyir ki, qoyginən, çünki o and içir bu. Çünki bu and içir. Sahabələr, qardaşlar, baxın, nə qədər məsələni, yəni özlərini dinə təslim eləmək üçün, qəlblərində olan şeylər çıxartmaq üçün, nə olursa olsun başvururlar. Önəmli olan nədir? Ortada qardaşlıq yaşansın deyə. Sahabələr başqa cür olublar. Əgər biz sahabələrin İzzəti hansı yoldan tapıblar, başqa bir yoldan tapmaq istəsək, Allah bizi muvaffaq eləməyəcək. Tapa bilməyəcək vallahi.